Kızlar, Arazdayam. Gəlmişik Araza. Biraz pomidor götürdüm. Bizdə uşaqlar ayrı-ayrı kolbasa yiyir. Ailə kapçın kolbasa alırlar. Nihada isə yağsız kolbasa. Görüm. Görürsən? Kolbasa təmiz tutarmışdı. Dön aldırmadım. Dedim gidərik Araza. İnanırsınız ne kadar istemişəm. Bir dənə story çəkməmişəm də. Tələmtəsi işləri görmüşəm ki, bir markete gəliyim, yemək istəyəcəm. Gün ortaya insan çəkmişəm. Sərgəcili olmuş olur. Evə gəlmişəm qızlar, tez yemək pişirəm. Soğan dağ elədim biraz. Bir saatdır ətləri düzəldirəm. Qapağı örtürəm. Çay da qaynatmışam. Qəşəng təzə dəmlədim. Kartofları da belə doğramışam. Buralar köçüb. Meyvə yağından vurdum. Demək, bir çay qaşığı biber tomatı, bir dənə qabığı soyulub, doğradığım pomidor, biraz sarıkök, biraz da su. Hardasa 2 xörək qaşığı çaydandan su dökmüşəm. Qarışdırıb belə tökəcəm. Üzərinə tökəcəm. Əti bir dəfə çevirib, ondan sonra tökəcəm. Belə, burada da ət çıxartmışam, qoyacağım airfryer aparatına. Ses başıma düşdü. Kartofu doğradım. Tuzu töküm. Burada duz azalır. Gerek buraya duz töküm. Dəsmal da əlimin altında. O günləri bir xanım yazıb ki, burada mətbəxdə xalça yoxdur. Necə edirsiniz? Əlinizi yuyanda su tökülmür. Yox, əlimin altında dəsmal var. Dəqiqə başı əlimi yudum, silirəm. Yəni tökülsün ki, su yerə. Bir damcı da pul biber vuracam, bir damcı. Aha. Belə. Üzərinə də qəşəng göyərti, amma qablara çəkəndə Nihat xoşlamır. Çox az əti əzmədən. Burada isə toyuğu qoymuşam. Yemək qoydum onu, indi keçdim. Kartofu doğradım. Bu da toyuqla kartofu. Yemek hazır. İşte dedim üstü yemek olsun da. Bacım geri gelecek. Kartof, burada da toyuq. Artık ikinci partiyanı koymuşam. Bacım gelecek uşaqlarla. Burada da dedim biraz da balaca salat eləyəcəm. Bu da mənim mimoza salatı. Mimoza salatı elədim. Mamam da vinegret eləmişdi. Gətiribdi. Yeməklərim də hazır. Kartof qızartdım. Toyuq da airfryer'da tökdüm onun üstünə. Bu da hazır. Göyərti də yuyuram ki töküm üstünə. Nədir o? Bebedir. Bebe. Zala getmədilər. Bizimkilər hələ zala öyrəşmir. Burada oturmuşuq hələ. Yeməklərdən qoydum. Dedim otursunlar. Yeyib gəldilər. Yemək yemirlər. Bu boyda yemək hazırlamışım. Yeyib gəldilər. Dedim uşaqlar yesin sonrası. Nədir o Zəhra? Papağıdır. Ağzındakini çıxart görüm nə deyirsən. Gəl sənin başına qoyum. Vay ne güzel oldu. Bebenin başına. Hə bebenin başına. Bebenin başına. Geç çağır bunu gəlin yeyin də. Çay içirik. Dünənki qonaqlıqdan sonra mətbəxin halı, qonaqlıq deyəndə bacımgil qonaq gəlmişdilər. Axşamdan buraları belə qoyub yatmışam. İndi oyanmışam, başlayıram qabları qab yana yığım, mətbəxə yığışdırım. Getdik.